Bəli. Başbakan eşine yurt dışı yasağı. Dalgalı 36-dan davam edirik. gün ölümden böyle Proqramın nəyi Ha, təyin edir? Deməli, input varsa, deməli bu klaviaturada nəsə daxil edəcək. Əgər inputun qarşısında int yazılıbsa, ədəd daxil edir. Int yoxdursa, deməli sətr daxil edir. Hətta biz inputdan sonra int yazmasaq belə ədəd daxil etsək, proqram onu avtomatik olaraq sətr kimi tanıyacaq. İndi burada nə edir? Hər hansı bir gəlin söz yazaq bura. Məsələn, S-ə verək kitab sözü. Daha aydın başa düşməyimiz üçün. Kitab. S1 bərabərli boşluq, I bərabərli LNS minus 1. LNS minus 1 sayından 1 çıxacaq. 1, 2, 3, 4, 5, 1 çıxacaq 4. Nə qədər ki, I sıfırdan böyük bərabərdir, S1-in üstünə S-in I elementini gələcək. Deməli, S-imiz 4-dür də, I-miz üzrdən 4-dür. 4 böyük sıfırdan, hə, S1 bərabərdir. S1-in üstünə, yəni boşluğun üstünə S-in I elementini gələcək, S-in 4-cü elementini gələcək. Yəni S4 olur da, I4 daxil bizdə. Bu da o deməkdir ki, boşluğun üstünə gələcək. Biz bilirik ki, sətirlərdə, siyahılarda nömrələnmə soldan sağa sıfırdan başlayır. 0, 1, 2, 3, 4. B-ni gələcək. Bu da eləyəcək təbii ki, B. I-dən bir vahid çıxacaq, I olacaq 3. Sonra S1-in üstünə, S1-imiz artıq bizim B idi. S-in 3-cü elementini gələcək, yəni A-nı gələcək. Olacaq B. Artıq yəni ki, bildiniz bunu eləyir. Sonra i-ni bir vahid azaldacaq, 2 eləyəcək. S1-in üstünə, yəni B-nın üstünə S-in I elementini gələcək. I elementi T-dır, bat və s. Bu formada gedir. Yəni burada nə eləyir? tərs ardıcıllıqla Bəli. düzür. Sətirin C variantı. tərs azlıqla çap edir. C variantı. C variantı. Proqram nəyi təyin edir? Deməli, bura qədər artıq bunu əvvəlki nümunələrdə görmüşük. Ədədin rəqəmlərini sağdan sola bir-bir əldə etmək, almaq üçün nəzərdə tutulan bir koddur. Aldığımız təkdirsə, onda onun üzərinə 1 gələcək. M bir vahid Aldığımız altı. cütdürsə, bəli, o ədədlə biz S-i toplayacaq. Başlanğıc ilkin qiyməti 0 qoyub, üstünə 1 gəlmək, bu saymaq deməkdir. Deməli, M-in başlanğıc qiyməti 0, üstünə 1 gəlirəmsə, bu sayır. Başlanğıc qiymətə 0 qoyub, üstünə ədəd gəlmək, cəmləmək deməkdir. Cəmləyir. S-in başlanğıc qiyməti 0 qoyub, üstünə 1 gəlir, cəmləyir. Deməli, bu neyiniyir? Hansı halda sayır? Təkləri sayır, cütləri cəmləyir. Klaviata daxil edilmiş natural ədədin elə bir cavab varmı? Cüt rəqəmlərini cəmləyir, yox. Cütlər deməli, hətta cütlərini cəmləyir, təklərini sayır. Cəmini və tək rəqəmin sayını, C variantı. Yenə deyirəm, bax bu yazılan kod ədədin rəqəmlərini sağdan sola bir-bir alacaq. Kod odur. Və alınan rəqəm təkdirsə sayacaq, cütsə cəmləyəcək. Başlanğıca 0 qoyub üstünə 1 gəlmək saydır. Başlanğıca 0 qoyub üstünə 1 gəlmək, 0 qoyub ədədin özünü gəlmək cəmdir. Nəyi sayır? Təkləri sayır, cütləri, cəmini və cüt rəqəmlərini sayır. Bəli. Burada nə edəcək? 10-dan 100 arasına qədər gedəcək. Və A bərabərdir I faiz 10. Deməli, AB cəmi cütdürsə, onu çap edəcək. Demək, bu cütləri. Deməli, bu neyiniyir? Ədədin iki rəqəmli, gördüyünüz kimi burada ancaq 2 rəqəmli ədəd alınacaq. 3 rəqəmli ola bilməz də. Çünki ondan başlayır, 100-də dayanır, 100-ü almır.
İlk i'nin alacağı ilk qiymət 10'dur. Sonuncu qiymət 99'dur. İki rəqəmli ədəddə ədədi 10'a bölürüksə, qalıq tapırıqsa bu sonuncu rəqəmi verir. Əgər 10'a bölüb tam hissəni tapırıqsa bu ilk rəqəmi verir. Bu da ədədin rəqəmlərini cəmləyir. Yəni birinci və sonuncu rəqəmi də, iki rəqəmin axı. Onun cəmi cəmi cüt edərsə onu çap edir. Yəni 10 99 parçasında rəqəmlərin cəmi cüt olan ədədləri çap edir. Bütün cüt ədədləri yox, rəqəmləri cəmi. Bütün cüt ədədlərin cəmi, rəqəmləri cəmi cüt olan iki rəqəmli ədədləri çap edir. E variantıdır. E variantıdır, bəli. 12 daxil edilmişik. B 12-dən kiçikdirmi? Bəli. Onda A nə olacaq? B nə olacaq? Gəlin onları biz müqayisə edək. Deməli, 12. A'mız 1'dir, B'miz B'miz 1'dir. də 1'dir. A bərabərdə AB-yə, AB cəmi edir 2, B bərabərdə A minus B-yə. 2-dən 1 çıxanda qalır 1. Sonra yenə AB cəmi 3, 2, AB cəmi 5, A'dan B çıxacaq 3. AB cəmi 8, A'dan B çıxacaq 5. 1. Bu hansı hala qədər gedir? B F'dən kiçik olana qədər, 12-dən kiçik olana qədər. AB cəmi 13, 8. AB cəmi deməli 13, 8, 21, 13. AB cəmi 34, 21. Artıq biz çox getdik axı. Burada Çok ciddi müəllim. Orada cəm kiçik B olmalıdır. 13'də, hə, 13 olan Fərq dayanacaq. Sonra A 21 13 olur da burada 21 13 B var. B variantı. Çox getdik, bəli. Proqramın nəticəsini müəyyən edin. Nə qədər ki i 3-dən böyükdür və i tək olanda, yəni i faziki fərqlidir 0 deməkdir ki, i-ni 2-yə bölürəm, alınan qalıq 0-dan fərqlidir. Ümumiyyətlə, bir ədədi 2-yə bölürüksə, ədəddən asılı olmayaraq, orada qalıq ya 1 alınacaq, ya 2 alınacaq. Əgər qalıq 2 alınırsa, deməli bu cüt rəqəm ədəddir. Tək alınırsa, 1 alınırsa, deməli tək rəqəmdir. İstənilən ədədi 2-yə bölünəndə ya qalıq 1 alına bilər, ya 2. Üçüncü bir hal yoxdur. 1 alınırsa təkdir, ədədin özü təkdir, 2 alınırsa cütdür. Bu da bizə deyir ki, əgər ədəd i-ni 2-yə bölünəndə qalıq 0-dan fərqli olsun, yəni cüt olmasın. Tək. Deməli, təklərdə S üstə i gələcək, cütlərdə isə K-nın üstünə 1 gələcək və i də 15'li getdi. Və davam edirik. Bura daxil edirəm bizim i-mizi, S kaldı. sonra S-imizi, Bir de K'mızı. bir də K-mızı. İ'miz başlanğıc qiymətdə 15'dir. 15 15 3-dən böyükdür, hə? İ'miz təkdirmi? Təkdir. Bəli. S-lə i'ni toplayacağım. S-lə i'ni olacaq 15. 15. Və K-nı yerinə yetirməyəcəm. Və İ i'dən bərabərdir. bir çıxacam. i olacaq 14. 14. 14 cütdür. Bəli, o zaman S izr olunmayacaq. K-nın üstünə 1 gələcəm. Eləyəcək 1. 1. İ'ni bir vahid azaldacağım 13. 3. 13 təkdir. Təkdir. S-lə i'ni toplayacağım. 13 ilə 15'i toplayacağım. Eləyəcək 28. 28. K-mız dəyişməyəcək. Bir vahid azaldacağım 12. 12 cütdür deyə artıq S-lə əməliyyat aparmayacağım. K olacaq K bərabərdir 2. 2. İ'miz 11 olacaq. 11 təkdirsə S-lə i'ni toplayacağım. 11 ilə 28, 39. Bu zaman K-nı dəyməyəcəm. Sonra bir vahidlə çıxacam. i oldu 10. 10 deməli bizdə cütdür. K onda S əməliyyatı icra olunmayacaq. Burada olacaq 3. Sonra növbəti olacaq 9. 9
Təhdir. S-lə K-nı toplayacağım. 9, 10, 39, 48. K əməliyyatı aparılmadı. Sonra i oldu 8. 8 deməli bizdə Cütdür. cütdür. i S Olmayacaq. əməliyyatı aparılmadı. i oldu 4. Sonra 7. 7 təkdir. S-lə i-ni toplayıram. 48 idi də bu deyəsən, hə. 7, 48 bizə 55 verdi. K 56. 7, 48, 50, Hayır. 55 edir axı. 7 ilə 48 toplayanda. 55. Hə, bax, 8. Sonra 6 olur. 6 olanda 5 olur K'mız. 5 olur. 5 olanda S ilə i-ni toplayırıq 60. Sonra 4 olur. 4 olanda Cütdür. 6. 3 olur. 3 olanda əməliyyat dayanır. Çünki 3 3-dən böyük deyil. Deməli, axırda biz 60'la 6. 66. 66 bu da eləyir B variantı. Proqramın dilinə yazılmış proqramın təyinatı, Python dilinə yazılmış proqramın təyinatını təyin edin deyir. Deməli, biz klaviaturadan bir x ədədi daxil edəcəyik, bir x dəyəri daxil edəcəyik və int yazdığına görə ədəd olaraq daxil edəcəyik. Gəlin daxil edək. Bu bizdən soruşur ki, buna desəm baxmışdıq axı, yoxsa yox. Ədədi 2-yə bölə-bölə gedirsiniz gördüyünüz kimi. Əgər ədədi 2-yə böləndə sonuncu o 1 alınırsa, deməli o ədəd 2-nin qüvvəti olduğunu göstərir. Buna aid nəsə nümunə var idi, ya buydu, ya başqası idi. İstənilən 2-nin qüvvətində yazılan ədəd 2-yə bölə-bölə getsək, axırda 1 ilə qutaracaq. Baxın, məsələn, 2-nin qüvvətində yazılan bir ədəd deyirəm, 32. 2-yə böldüm 16, 8, 4, 2-yi 2-2-yə böldüm 1. 1 böyük bərabər 2-dən yox. Başqa birini deyək, nə bilim 8, eyni şeydir. Amma 2-nin qüvvətində yazılmayan bir ədəd deyək, lap cüt rəqəm olsun. Deyirəm 48, 50 deyirəm. 2-yə böldüm 25. Düzdürmü? 2-yə böldüm 25 faiz, Sən də bir. yox, 25 faiz 2 bərabərdirmi 0? Yox. O zaman 2-yə bölə də bilmərəm heç. LC-yə gedirəm, x avtomatik 0 olar. Və x 0 böyük bərabər 2-dən dayanaram. X 1-dirmi? Yox. Bu ədədin 2-nin qüvvətində olub-olmadığını yoxlayır. Doğru cavab oldu B variantı. Python-da yazılmış proqramın təyinatı müəyyəndir. Deməli, bu müəllimlər, deməli ədədin Armstrong ədəd olub-olmadığını yoxlayır. Armstrong ədəd nədir? Armstrong var, o da variantlara baxın. Elə kubları cəmi. Palindrom rəqəmlərin tərs bu deyil. Armstrong yoxdur ha variantların içində. Deməli, Armstrong rəqəmləri cəminin 3 mislinin daxil rəqəmləri kubları cəmini çap edir. Elə bu Armstrong. Armstrong bilsin nədir? 3 rəqəmli ədədlərdə ədədin 3-cü dərəcədən rəqəmlərinin kubları cəmi həmin ədədin özünə bərabər olursa, bu ədədə deyirlər Armstrong ədəd. Məsələn, bir ədəd deyək, ixtiyari 3 rəqəmli bir ədəd deyək. Məsələn, 278. Bu Armstrong deyil. Yəni, bu deməkdir. 2-nin kubu, üstə gəlinsin 7-nin kubu, üstə gəlinsin, nə? 8-in kubu. Aydındır? Bunların cəmi 278 olacaqmı? Yox. 8, 7-nin kubu neçə edir? Gəlin tabaq 49-u vuraq 7-yə. Görək 7-nin kubu nə edir? 49, vur 7-yə. Plus 343, plus 8-in kubu. 8-in kubu da 512 eləyər. Düzdürmü? 8 üstü 3, 2 üstü 3-ün üstü 3-dür də 2 üstü 9-dur. Və aydın məsələ ki, bu 3 dənələrin cəmi buna bərabər olmaz. Elə təkcə bu bundan böyükdür də. Amma başqa bir ədəd deyəcəm. Məsələn, 153 ədədi.
153 ədədi Armstrong ədəddir. Gəlin yoxlayaq. 153. Üçüncü dərəcədə. Üçüncü dərəcədə yox. 153. İndi bu belə eləyəcək. Ədədin rəqəmlərin kubları cəmi 1-in kubu üstə gəlinsin 5-in kubu üstə gəlinsin Çünkü bu. 3-ün kubu. 1-in kubu 1, 5'in kubu 125, 3'ün kubu 27. 27. Həqiqətən də bu 3 dənə ədədin cəmi ədədin özünə, yəni 153-ə bərabərdir. 125, 1, 126 da 27, 153 edir də. Yəni, bu tipli ədədlərə deyirlər Armstrong ədədlər. Ədədin, 3 rəqəmlilərə aiddir o, rəqəmlərin 3-cü dərəcədən kubları cəmi ədədin özünə bərabərdir. Bu da onu eləyir. Çünki, bax bu kodu bir daha deyirəm. Ədədin, bax bu kod, harada görsəniz, bunu yadda saxlayaq. Bu kod yox, bax bu yox. Bu olmasa, bax bu yox. Deməli, ədədin sağdan sola rəqəmlərin bir-bir almaq üçün nəzərdə tutulan koddur. Rəqəmləri alıb kuba yüksəldir və toplayır. Axırda da cəm ədədin özünə bərabərdirsə, onda bu ədəd Armstrongdur. Yəni 3 rəqəmli nöqtə ədədin rəqəmləri kubları cəmini çap edir. Gəlin görək burada nə baş verir. Deməli, burada Q'miz olur 4, S'miz olur. S'miz olur. Deməli, 0-ı 4-ə vurur 0, 4. N'miz də olur 282. Q'miz olur 2. S'miz olur. S'i 10-a vurur 40. S nə qədərdir? S 4-dür də 10-a vurur 42. Mənə 4 künü gəlir. 42. Bu da olur 28. Q'miz olur 8. S'miz olur 420. Üstünə də 8 gəndə 400 400'ü bir tərsinə çevirəcək. Düzdür, 428. Bu da olur 2. Q'miz olur 2 faiz 10. 2. S'miz olur. Deməli 420, 4280. 4282. N'miz də olur 0. Deməli bu neynədir? 4282 aldıq. Və nə baş verdi? Ədədin rəqəmlərini tərsinə topladı. Tərsinə yazdı. Ulduz simvollarının sayını müəyyən edin. I 0-dır. 0 5-dən kiçikdirmi? Bəli. Bir dənə ulduz sap elədi. I 0-ı 2-yə böləndə 0 edirmi? Edir. Daha 2 dənə ulduz sap elədi. Sonra 0 2-dən böyütürmü? Hayır. Evet. Yeni bir vahid artırdı. İ oldu nə qədər? Gəlin belə yazaq da. 1. İ bu da olsun ulduz. İ'miz 0 olanda neçə dənə ulduzumuz oldu bizim? 3 dənə. 3 dənə. İşte. İ'miz 1 olanda axı 1 5-dən kiçikdirmi? 1 5-dən kiçikdirmi? Hə. Bir ulduzumuz olacaq. 1'i 2'ye böləndə 0 etmir. 1'i 2'ye böləndə yox, 1 2-dən böyük deyil. 3 dənə 0 biri 0 2'ye böləndə 0 edir də bə, hə. Bir dənə ulduzumuz oldu. Bir dənə. İ'min sonra 2 olur. 2 5'dən kiçikdirmi? Hə. Daha bir dənə ulduzumuz var. 2'ni 2'ye bölür 0, hə. Daha 2 dənə ulduzumuz var. 2 2'dən böyük yox. İ olur 3. 3 5'dən kiçikdirmi? Hə. Daha bir ulduz. 3 2'ye bölür 0 edirmi? Yox. 3 2'dən böyükdürmü? Hə. Daha 3 ulduz. İ'miz olur 4. 4 5'dən kiçikdirmi? Hə. Daha bir ulduz. 4'ü 2'ye böləndə 0 edirmi? Hə. Daha 2 ulduz. 4 2'dən böyükdürmü? Hə. Daha 3 ulduz. Yeni bir variantın 5 5 5'ten kiçik yox dayandı. 3 dənə buradaydı. 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17. 17 dənə. Əgər səhv hesablamadıqsa 17 dənə ulduz sapı. Python dilində yazmış proqramın nəticəsini müəyyən edin. Deməli,
Q'müz olacaq 1. Q təkdirsə, hə, təkdir. Q faizi şərti ödənir. M bərabər olacaq. T vurulsun Q plus M. T'miz 1'dir. 1'i vuracaq. Q'ya 1'ə üstünə M gələcək. M də 0'da eləyir 1. T'miz olacaq. T'ni vuracaq 10'a. Bir dənə 10'um 10. N'imiz olacaq. Deməli, bu ədədi, bu birini silək. Yerdə qalan olsun bizim N'imiz. Sonra Q'müz olacaq 8. Ona böləcək bunu. Düzdürmü? Hı. 4927 yox 49378'də. Q təkdirmi? Yox. Onda bu problem olmayacaq. T'ni ona da vurmayacaq. Eni hesab edəcək. Ona böləcək. Ona böləndə bu 8 getdi. Q'müz olur 7. 7 təkdirmi? Bəli. Bəli. T'ni Q'ya vuracaq. Üstünə M gələcək. T'ni Q'ya vuracaq. Onu vuracaq. 7'yə Onu vuracaq 7'yə. 70. 71. M gələcək. T'ni Q'ya vuracaq. T. Onu vuracaq 7'yə. 70. Üstünə M gələcək 71. Sonra bu 7 də getdi. Yo, T'ni yazmadınız. Hə. T'ni də ona vuracaq 100. En də bərabərdir. Q oldu 2. Düzdür. 2 cüt deyil. Tək, deməli 2 təkdir, yox. Bunlar olmayacaq. Sonra olacaq 9. 9 olanda nə baş verəcək? M bərabərdir. Deməli, T'ni Q'ya vuracaq. 100'ü 9'a vuracaq. 900. Üstünə də M gələcək. Eləcək 71. 971. T'ni də 10'a vuracaq. Eləyəcək 1000. Bu da getdi. O birisi də cüt deyil. Deməli, sonra məndən M-i çap elədir. 971 C variantı. Aydın oldu? Bəli. Olmadı. Bir də yenim. Oldu müəllim. Yo, aydındır. Burada 46 nömrəli tapşırıq biraz uzun gedir. Deməli, birdən başlayacaq, N-ə qədər gedəcək. Gəlin N-ə özümüzdən bir qiymət verək. Qısa bir şey verək ki, çox getməsin. Deməli, 1, 2, 3 dənə verib də burada. Biz də 1, 2, 3. Deməli, nə verək? N-ə 3 verək. Özümüz tutacaq. N-ə 3 verəndə burada M plus 1-dən 4-ə qədər gedəcək. Düzdür? 1-dən 4-ə qədər gedəndə alacaq 1-i, 2-ni, 3-ü. Aha. İ'miz olsun 1. P bərabərdir. Mənfi P. P'miz mənfi 1'dir. Onun mənfisi ilə müsbət 1. Vurulsun I bölünsün 2. I də 1'dir axı. 1'i 2'yə bölünə düşür. 2'də 1. Cavab oldu 2'də 1. P'nin qiyməti 2'də 1'dir. S bərabərdir. S'in üstünə P gəlir. Yəni 0'ın üstünə 2'də 1 gələndə eləyəcək 2'də 1. S'imiz oldu 2'də 1. I sonra olsun 2. I olsun 2. P bərabərdir. Mənfi P. P'miz 2'də 1 tapmışıqsa, bu mənfi 2'də 1 eləyəcək. Vurulsun I bölsün 2. 2'ni 2'yə bölünə düşər 1. Mənfi 2'də 1-də 1'ə vuranda elə mənfi 2'də 1 eləyər. Deməli, onda belə olacaq. Baxın, 2'də 1 minus 2'də 1 kimi gedəcək də. 2'də 1 minus 2'də 1 formasına gedəcək. 2'də 1 minus 2'də 1 varmı? Plus olanları sildik. Bu yoxdur, bu yoxdur. Aha. 2'də 1 minus 2'də 1 kimi gedir. Sonra S'i hesablayırıq. S bərabərdir S. S'imiz nədir bizim? S'i hesabladıq. S plus P. Hətta hesabladıq da S 2'də 1 idi. Plus P. P'də mənfi 2'də 1 almadıq. 2'də 1 plus mənfi 2'də 1. 2'də 1 minus 2'də 1. Tapmışıq S'i. Sonra i'miz olur 3. i'miz 3 olanda i olur 3. P bərabərdir mənfi P. P'miz mənfi 2'də 1 idi. Olur müsbət 2'də 1. Vurulsun i bölünsün 2. İ də 3'də axı. Yəni
3 bölünsün 2. Bu da bize verir 4'te 3. Adi kəsirlər vuranda məxrəci surətə vurur. İxtisar getmişsə də olduğu üçün vurdu. P'miz 4'te 3 oldu. S'imiz bərabərdir. S'in sonuncu qiyməti. Yəni 2'də 1 çıxılsın 2'də 1 üstə gəlinsin 4'te 3. Üstə gəlinsin 4'te 3. 3 qiymətdən sonra S'in qiyməti budur. İndi siz deyə bilərsiniz ki, axı biz o qiyməti görmürük orada. İndi gəlin baxaq, buna baxaq. Bu nə deməkdir? Bax, 1, 2 üstü 1, 2 eləyir. Bu 2'də 1'dir. Çıxılsın. Bu nədir bəs? 2, 2 üstü 2, 4. 4'te 2. Üstə gəlinsin. Bəs bu nədir? 8'də 3. Biz elə şey almamışıq. Bunu ixtisar eləsək, onlar 2'də 1 minus 2'də 1 üstə gəlin 8'də 3. Biz onu almamışıq. Deməli, bu da deyil. Gəlin buna baxaq. Deməli, 1 faktorial, 2 faktorial. Elə bu eləyir 2'də 1 minus 4. 2 faktorial nədir? 1 vursun 2. 4'te 2. Üstə gəlinsin. Deməli, 2 üstü 3 8'dir. Bu da 6. 3 faktorial nə deməkdir? 1 vurur 2 vursun 3 deyil. Necə bunu ixtisar eləyək? Sadələşdirək. Bunu yazmırıq. 2'də 1 çıxılsın. 4'te desəydi bu 4'te 2. 4'te 2 bizə 2'də 1 verər. 8 6'ını da ixtisar eləyək 2'yə. Nə qalar? 3 dəfə. 8 2 4 dəfə. 2'də 1 minus 2'də 1 plus 4'te 3. Onda ola budur da. Onda C variantıdır. Biraz mürəkkəb formada vermişdi. Amma islah eləyəndə, sadələşəndə bax, bu cavabı alırıq. İnşallah, yəqin ki, bu tipli suallar düşməz imtihana. Yəni, biraz bunun riyazi sadələşməyə ehtiyacı var. Cavab oldu 46. Da C variantı. Python dilində yazılmış proqram icrası zamanı kodu hansı ən böyük rəqəm nöqtələrə daxil edilməlidir ki, A dəyişəni 2 olsun, B dəyişəni də 4 olsun və ondan da böyük qiymət olmasın. Hansı ən böyük qiymət olmalıdır? Deməli, A'mız bizim 2 olmalıdır, B'miz də 4 olmalıdır. A'mız 2, B'miz 4. A'nın 2 olması üçün burada nə proses gedir? Deməli, baxın, A'nın başlanğıc qiyməti 1-dir, hər dəfə üstünə 1 gəlirsə, deməli, 2 dəfə A'nın üstünə 1 gəlib ki, bu 2 olub da. Yəni, Y 4'dən böyük olub, A'nın üstünə 1 gəlib. Sonra, deməli, Y 7'dən kiçik olub, B'nin üstünə də 1 gəlib. Y 7'dən kiçik olub. Amma B 4 alırsa, deməli, 4 dəfə gedib. Deməli, 2 dəfə A'nın üstünə 1 gəlib. 4 dəfə B'nin üstünə 1 gəlib. Y-i biz necə alırıq? Sağdan sola doğru ədədləri ona bölərək qalıq alırıq. Deməli, elə bir ədəd olmalıdır ki, o ədədin deməli, sağdan sola 4 rəqəmi 7'dən kiçik olmalıdır. Və 2 rəqəmi də 4'dən böyük olmalıdır. 2 rəqəmi 4'dən böyük olmalıdır. Və 4 rəqəmi də 7'dən kiçik olmalıdır. Gəlin görək hələ bu prosesdə necə baş verir. A variantını olsa x 4 olar, y 4 olar da, düzdür. Bax, bu ədədi qoysaq burada x-in yerinə. Y 4 olar. 4 4'dən böyükdür, yox. 4 7'dən kiçik, hə, B-ni artırdım, B oldu 1. Amma A dəyişmədim. Sonra yenə A dəyişmədi, B oldu 2. Sonra növbəti 6 qiymətində 6 4'dən böyükdür. A oldu 1, B də oldu 3. 9 qiymətində burada dəyişməyəcək. Çünki B-nin dəyişməsi üçün Y 7'dən kiçik olmalıdır. Burada 7'dən kiçik deyil. Y onda 3 olaraq qaldı. 4 olmadı onda.
Burada necə baş verər? Deməli, y oldu 1, 2, 3. Burada isə a-mız olacaq 1. Vəsə, y dəyişməyəcək artıq. Deməli, burada a-mız dəyişəcək. A-mız olacaq y 9 olanda y 4-dən böyükdür axı 9. A-mız 1 olur. B-miz isə dəyişmir. Çünki 9 7-dən kiçik deyil. 6 olanda da A-mız 2 olur. Y 6 7-dən kiçikdirmi? Hə. Y-imiz də dəyişir olur 1. Sonra 1, 2, 3. 3 olan A-mız sonra dəyişmir. Amma Y-imiz dəyişir. Ödəyir. Amma ən böyük qiymətini deyir. Gəlin buna baxaq görək elə. Burada y 9 olur, düzdür? 9 olanda y 9 olanda 9 4-dən böyükdürmü? Hə. A-mız 1 olur. Amma B-miz dəyişmir. Burada olmayacaq. Çünki B-nin dəyişməsi üçün y-in qiyməti 7-dən kiçik olmalıdır. Burada 3 dənə 7-dən kiçik rəqəm var. Y 4 olmalıdır. Bu da deyil. Burada isə deməli 4 dənə 7-dən kiçik rəqəm olmalıdır. 2 dənə də 4-dən böyük rəqəm olmalıdır. Elə budur da onda. 4 dənə 7-dən kiçiyimiz var bizim. 1, 2, 3, 4. 2 dənə də 9-dan 6. 2-dən böyük qiymətimiz var. O da olacaq y. Yəni bunu bir-bir yerinə qoyub yoxlaya bilərik. Amma burada variantlardan tapdıq. A o 2 olmaq üçün A-nın üstünə 2 dəfə 1 gəlmək lazımdır. A-nın da üstünə 1 gəlməyim üçün Y 4-dən böyük olmalıdır. Y-in 4 olması üçün Y-in 4 olması üçün Y-in 4 dəfə Y-in üstünə 1 gəlmək lazımdır. Və o halda mən Y-in üstünə B-nin üstünə 1 gələ bilərəm ki deməli Y-in qiyməti 7-dən kiçik olsun. 4 dənə 7-dən kiçik olmalı burada. Cavab Y variantı. 1389 ədəd daxil etsin, nəticə nə olar? Deməli, x bərabərdir. 1389-u 10-a böləndə düşəcək 138. N olacaq. N plus 2. Yəni 0 idi, oldu 2. K da olacaq. Deməli, K plus K-mız bizim nədir? K da x-dir. Bunun ətrafı yer çatmayacaq. Bunu başqa yerdə yazaq. Çox maraqlı sual oxşar bilməsə. Deməli, bizim K-mız olacaq 1389. X-imiz olacaq 138. Düzdür? N-imiz olacaq N plus 2. 2. K-mız olacaq K plus 3. 1389 üstə gəlinsin. 3 vurulsun 10 üstü n. 10 üstü 2 neçə eləyir? 100. Yəni 300 gələk də bunun üstünə, düzdür? Bu da bizə verər 1689. Siz də baxın, ola bilsin mən yorğunluqdan çox səhv edə bilərəm. Düz yerə getmirik. K-mızla bərabərdir. 1689-u bir 10-a da vurub 1689-u 10-a da vurub üstünə 9 gələndə belə bir şey olacaq. X-imiz oldu 138. 138 sıfırdan böyükdür, hə. X-imiz oldu 13.
N'imiz oldu N plus 2. Yəni 4. Nə əlaqə? Bu boyda şey yazmağın mənası nədir? K'mız oldu. K plus. Bu boyda K. 168, 99. Üstə gəlinsin. 3 vurulsun 10 üstü 4. 3'ü 10 üstü 4'e vuracağım da. 10 üstü 4 ne demekti? Bir yanda 4 tane 0, 10 bin. 3'ü de 10 bine vuranda 30 bin. Ay Allah, hara getdi bu? Şimdi gəlin görək bu nəyə bərabərdir yaş? Deməli 16 899'un üstünə gəldim 30 bini. 1, 2, 3. 46.899. Son cavab 46.899. Bu mənim nəyimdir? K'dır. Sonra bu da az değil. Hələ bunu da bir 10'a vurup üstüne de 9 gəlmək lazımdır. 46.899'u 10'a vuracağım. Üstüne de 9 gələcəm. Deməli, oldu belə. Bu mənim son cavabımdır hələ ki. Görək düzmü yazdıq? Bir. Yox. 9'dur. 3 dənə 9. Sonra nə sonra? X'imiz oldu. Ha. X sıfırdan böyükdür mü? X'imiz 13'tür. Böyükdür mü? Böyükdür. X olacaq. 13'ü böləcəm 10'a 1. N'imiz olacaq. Bu hara gedir çıxır ha? 6. K olacaq. Bu boyda ədəd. Belə yazarsan axırda görürsən ki, harada səhv eləmişsən. Bu boyda ədəd. Deməli, 3'ü vuracam 10 üstü 6'ya. Onda 10 üstü 6 nə qədər edir? 10 üstü 6. 6 0. 1, 2, 3, 4, 5, 6. Elə olmur. Onu da 3'ə vuracam hələ. Vuracam 3'ə belə. Onun da üstünə K'nı gələcəm. K'mız da 46, 89, 99. Vay, bu qədər. K'mız oldu deməli 34, 68, 9, 34, 68, 999. Hələ bu K'nı bir dəfə də 10'a vurub üstünə 9 gələcəm. Bu K'nı 34, 68, 999'u vuracam 10'a üstünə də bir 9 gələcəm hələ. 34, 689, 999. 689, 689. 9 son K'dır. Sonra X bizdən isə də 1'dir. 1 sıfırdan böyükdür mü, hə? Hələ bir dəfə də gedəcəm. Mən link atım qoşulun. Bunu yazmaqdan məqsəd nədir?